Qızları da dərsə yola saldım. İndi hava belə olur. Hələ bu işıqlı düşür kamerada. Совсем qaranlıqdır. Amma soyuqdur. Hava совсем soyuyubdur. İndi gedim işlərimə başlayayım. Bu günlərim heç yerə getmirəm, kursa getməyəcəm. Sara da bağçaya getmir çünki Sara üstünüzə sağlıq biraz narahatdır deyə. Düşdüm Saraya, belə bankalar var idi. Belə səbət var idi, içində apelsin almışdıq bunun belə. İndi gətirdim bunları, qoyum həm kladovkaya, həm də buradan uşaqlar neçə vaxtı xoşlayırlar kompot, eləcə hər gün kompot istəyirlər içməyə. Evdə də kompot qutardı. Ona görə dedim gətirim kompot götürüm. Mundaləkə qoyum yerə, sonra eləyərəm. Qızlar gətirib bankaları yığıblar bura. Keçən dəfə Saraya düşmüşdülər. Dedim boş bankalardan gətirin, yığın bura yığıblar. İndi onları gərək oradakı şeylərə yığım. Ya da bu bankaların yanına yığım ki qalmasınlar qıraqda. Belə ortalıqda olanda heç sevmirəm. Belə bir adama nişat eləyirlər. Ona görə həmişə yığıram yerinə. İndi hələ ki gəlmişəm kompot götürəm. Sara da evdədir deyə deyirəm Sara xoşladıq kompotdan götürüm. Görüm o. Hə, bundan götürəcəm. Sara bundan xoşlayır. Qırmızı kompot deyirik buna. Bu gilənarla ərik olmalıdır. Hə, gilənarla ərikdir. Çox qəşəng olur dadı. Uşaqlar bunu sevirlər deyə bunu götürürüm. Qoyum bura ki, bilim ki bunu aparacam. Bir dənə də bu pomidordan götürmək istəyirəm. Bu doğranmış pomidordandır. Bunu çox sevirik hər şeyin qırağında. İndi duxovkada kartoşka eləyirik. Dedim elə bundan götürüm, qırağında yeyilsin. Bir də nəsə götürəsidim yadımdan çıxdı. Hə, bir də ərik mürəbbəsi var bizdə belə. Ərik mürəbbəsləri belə başları daha kiflənən kimi olubdu. Bilmirəm niyə belə olubdu. Bu da ərik mürəbbəsidir. Bunda heç nə yoxdur. Bu təmizdir. Amma bu ikisi elə olublar. İndi bunun aparım evə. Bunu aparım, hələ ki bunu aparmayacağım. Bunu aparım evə. Qaynadaq ki görüm, götürüm. Əlimdən düşməsin bircə. Hə, götürdüm. İndi bunu aparım evdə qaynadaq. Başının kəfini götürək. Tökürük bir qaba, qazana. Üstünə təzədən şəkər töküb, biraz da su tökürük. Qaynayır təzədən. Həminki kimi elə bir ki təzə mürəbbədir. Heç bir nə dadı olur, nə başqa bir şey olur. Hətta salfetka qoymuşam ki üstünə. Elə çox kiflənməsin də. Kiflənəndə də salfetkaya dəysin. Yenə də açım bir dənə baxım. Yenə də görürsünüz salfetkaya ola da yenə də bu cür bu kiflənibdir. Bilmirəm nəyə görədir belə. O birisi mürəbbələrin heç birində olmayıbdır. Yaxşıdırlar. Bir dənə ərikdir. Belə, indi bunları götürüm, gedim. Sara da oyandı. İndi pəncərələri açım. Düzdür, bu yola olan pəncərəni hər dəqiqə açmırıq. Çünki burada maşınlar keçir, toz qalxır, evə toz dolur. Ona görə buranı hər dəqiqə açmırıq. Sadəcə sizə havanı göstərmək istəyirəm. Ona görə dedim, buranı çəkim. Hava bugün yaxşıdır. Əslində mən havaya baxıram ki, hər dəfə paltar yuyum ya yumuyum. Yazmışlar ki, günorta yağış olacaq. Ona görə paltarı hələ ki yumadım. Amma baxıram qəşəngdir, gün də çıxıbdır. Qəşəng havadır. İndi ona görə gətdim paltarları da tez qoydum ki, yuyulsun sərim. Biraz qurusunlar heç olmasa, sonra evdə qurudaram. Evə qoyub qurudaram. Belə hava da belə çox qəşəngdir. Belə hava olanda həmişə mənim Novruz bayramı yadıma düşür. Elə bir ki, Novruz bayramı havası var havada. Həm də yeni ildən sonra artıq Novruz bayramı hiss olunur. Sanki mənim də ən sevdiyim bayramdır. Novruz bayramını çox sevirəm. Fevralın axırından artıq çərşənbələr başlayacaq. 24-ü birinci çərşənbə düşür. Mələykənin ad gününə birinci çərşənbə olacaq. Ayın 24-ündə elə həm ad gününü keçirərik, həm də çərşənbəni birlikdə keçirərik. İki bayram birlikdə inşallah. Belə, indi də başlayım otaqları təmizləyim, yığım, pastelləri yığım, biraz hava dəysin, pastellərə, pəncərələri açıq qoyum. Sonra başlayım pastellər zadı yığım, otağı əl gəzdirim ki,
Birazdan saat 1-ə qızlar da dərsdən gələcəklər. Yemək falan belə qablar yox. Sonra vaxt olmur. Ona görə indidən otaqları təmizləyirəm ki, təmiz olsunlar. Pul gününü sizə çəkmək istədim. Bu bizdə qabaq var idi. Neçə illərdir bu bizdədir. Amma çox balaca olurdu. Bir də yarpaqları hamısı bu qədər olurdu. Daha bundan da balaca olurdular. Belə balaca yarpaqlar olurdu. Sonra biz bunu evdə saxlayırdıq. Sonra dedilər ki, bəs bunu havaya qoymaq lazımdır. Sonra havalar isinəndə qoyduq bunu çölə. Ondan sonra başladı belə böyüdü. Həmin yarpaqları yekə oldu. Çox qəşəng oldu. Çox xoşum gəlir bu pul gülündən. Adını da pul gülü deyirlər buna. İndi bilmirəm nəyə görə pul gülüdür. Bir də deyirlər bunun dibinə pul bastırmaq lazımdır. Düzdür, biz heç nə eləməmişik. Deyirlər qəpik nəsə bastırmaq lazımdır. Bir də qırmızı lent bağlamaq lazımdır. Nəsə belə bir şey deyirlər. Eşitmişəm. Amma biz indi sadəcə elə-belə evdə saxlayırıq. Heç nə də eləməmişik. İndi bəlkə də onu eləyirlər ki, pul gəlsin. Bilmirəm indi. Amma belə çox qəşəngdir. Çox xoşum gəlir bundan. Gətirib evə qoymuşuq ki, evdə yaxşı olur. Hava soyuyanda, belə soyuq olanda qışda gətiririk evə. Elə ki, havalar isinir. Artıq apreldə, mayda biz bunu çıxardacağıq, qoyacağıq. Qapının ağzında o pilləkən var, ora qoyuruq. Sonra hava soyuyanda yenə evə qoyuruq. Amma çox qəşəng belə böyüyüb, həmi hündür olub, həm də yarpaqları yekəlifdir. Sizə çəkmək istədim. Belə onu necə eləyirəm, shorts çəkmişəm, onu paylaşacağam. Amma belə dedim sizin üçün də paylaşım necə eləyirəm. Üzündəki o xarab olan yeri təmizlədim. Biraz içinə su qatdım, biraz şəkər belə qaynadım. Qaynara düşünən sonra da hardasa 10 dəqiqə qaynadı, vəsə mürəbbə hazırdır. Deyərəm daha əvvəlkindən də qəşəng olur, belə qəşəng suyu da qatı. Düzdür, hələ biraz istidir deyə biraz durudu. Amma artıq hazırdır. Bunu uca yemək olar da. Çünki qaynatdım. Qaynatdım ki, xarab olmuşdu. Düzdür, dadına baxmamışdım ki, dadı dəyişib yoxsa yox. Yəqin ki, dəyişərdi. O başında elə uca kiflənmişdisə, dadı da dəyişir. Amma belə qaynadandan sonra artıq hazır olur mürəbbə. Uca işlətmək olar. Səhərlər uşaqlar yeyirlər bunu da yağla, cem kimi belə. İndi belə bankalar götürdüm. Bunlara doldurum. Əslində bu bankada idi, yekədə idi də. Görmüşdünüz, çəkmişdim. Bu yekədə idi. Prosta istəmirəm buna boş töküm, çünki hər dəfə götürəndə uşaqlar da götürürlər. Banka onlar üçün çətin olacaq yekə bankanı götürmək. Elə belə bankalar gətirdim. Yəqin ki, buna sığışar. Sığışmasa başqasını da eləyərəm. İndi bunlarda doldurum bu bankalara. Rahat olsun işlətmək. Birini evdə saxlayacağım, soyuducuya qoyacağım. O birisiləri də aparacağım yenə. Kladovkada qalsınlar, nə vaxt lazım olsa götürərəm. Verməşil eləyəsi oldum. Uşaqlar istədilər, neçə vaxtdır eləmirəm. Dedim ki, eləyim, ürəklə yesinlər. Bilim ki, yeyəcəklər də bunu. Elə şey var ki, bişiririk, yemirlər, qalır orada. İstəmirlər heç. Amma bunu bilirəm ki, yeyəcəklər. Ona görə xeylaq eləyirəm. Burada biraz qovurmuşam artıq. Qoymuşam ki, soysun. İndi də bunu qovururam. Sadəcə bu dəfə aldığımız verməşil çox belə balacadır, nazik balacadır. Birazca uzun, biraz da qalın olanda lap qəşəng olur. Mən də bilmirdim ki, beləsi var. Elə götürdüm. Özdə belə yekə torbada alırıq həmişə biz. İndi bu dəfə gərək firmada Tanellidir. Amma gərək bu dəfə alanda artıq baxım. Bu firmadan alacağım. Çünki dadı yaxşıdır, xoşum gəldi. Sadəcə birazca qalın, bir də birazca uzun olsa lap yaxşı olar. İndi bir dəfə alanda gərək baxamışı. Bilmirdim ki, belə lap nazikləri də olur. Lap nazik balacası da olur. Heç bilmirdim.